Dövlət İmtahan Mərkəzi 11-ci sinif şagirdləri üçün ingilis dili fənni üzrə imtahan formatına dəyişikliklər edəcək. Qərara əsasən şagirdlərdən 100 sözlük mətn qurmaq tələb olunur. Bu dəyişiklikdən şagirdlər və valideynlər narazıdırlar. Abituriyentlər bildirirlər ki, bu biliklər məktəblərdə arzu olunan səviyyədə öyrədilmir. Çıxış yolu yenə də repetitor yanına getməkdə görünür. Lakin 100 sözlük esse yazmanın ingilis dilinin öyrənilməsi baxımından faydalı olduğunu düşünənlər də var. Məktəbdə esse ilə bağlı böyük bir bizə yardım edilmir, amma ki biz repetitor yanında müəllimlərlə çalışaraq bunu daha da inkişaf elətdiririk. Mənfi tərəfləri vaxt müddətindən tələbələrin gözünü qorxuda bilər, amma müsbət cəhətləri isə əlbəttə gələcək həyatımızda da bizə kömək olacaq. Müsbət tərəfləri odur ki, biz bir çox söz öyrənirik. Yəni bu sözləri bir yerə qrup cümlə yaratmağa da bizə kömək olur. Mənfi cəhəti odur ki, vaxt itkimiz, yəni vaxt demək olar. Yəni çünki vaxt çatışmamazlığı yaranır. Yəni sözləri bilməyəndə çaşqınlıq, həyəcandan bütün sözləri unuda bilirik. Valideynlər isə bildirirlər ki, esse tələbi abituriyentlər üçün əlavə yükdür. Bu məsələ biz valideynləri də çox narahat edir. Bir 11-ci sinif, 10-cu sinif valideyni kimi. Burada məsələ üçün 100 sözdən ibarət mətn. Bu şagirdlərin daha da işini çətinləşdirir. Digər fənlərdən də hazırlaşmalıdır, ingilis dilindən də hazırlaşır və bu təzədən bir əlavə yük kimi olur şagirdlərə. Şagirdlər 9-cu sinifdə 2025-ci il tarixində verilən imtahanda ani şəkildə dəyişiklik edilmişdir. Şagirdlər şəkil üzrə mətn qurmağı qısa müddətdə bir şəkildə öyrənmişdilər. Ancaq bu yeni qərar tamamilə fərqlidir. 100 sözlük mətn qurma bacarığını qısa müddətdə etmək qeyri-mümkündür. Hazırki 10-cu siniflərin vaxtına az qalıbdır. Yəni bu qısa müddətdə əllərində proqram var, vəsait var, vaxt az. Bu müddətdə bu uşaqlar necə hazırlaşsın? İngilis dili müəllimi Elvira Məmmədova deyir ki, 11-ci sinif şagirdi üçün bu biraz çətin ola bilər. Bunun həm müsbət, həm də mənfi cəhətləri var. Uşaqlar artıq bildikləri söz bazalarını orada nümayiş etdirə biləcəklər. Bununla bağlı həm də uşaqların təxəyyülünü də ölçən müəyyən müddəalar verilib orada. Uşaqlar müəyyən aralıq bağlayıcı sözlərdən, misal üçün buna görə də çünki bu tipli şeylərdən əsaslandırmalıdırlar öz fikirlərini və düşünürəm ki, hər hansısa bir beynəlxalq ingilis dili imtahanlarda bunlar tətbiq olunur. Uşaqlarda artıq dil yönümlü əzbərçiliyə son verəcək bir metoddur. Mənfi tərəflərinə yanaşsaq, əgər bu esse 3 saat daxilində yazılacaqsa, bu tələbə üçün çox çatışmayan bir cəhət olacaq. Çünki zaten 3 saatda onlar 3 fənnə bu müddəti ayırırlar. Təhsil məsələləri üzrə ekspert İlqar Orucovun sözlərinə görə, imtahanlarda beynəlxalq format tələb olunursa, bu zaman orta ümumi